Mənim adım Nərmindir. Mən Azərbaycanda anadan olmuşam. Oradayken iqtisad üzrə təhsil almışdım. Mühasib olaraq çalışırdım, işləyirdim. Hal-hazırda Amerikada yaşayıram ailəmlə birlikdə. 2 övladım var. Boş zamanlarında çalışıram, onlarla bol-bol zaman keçirdim. Hal-hazırda burada işləmirəm, amma təhsil alıram, təhsilimə davam edirəm. Fərqli bir sahə üzrə. Hələ ki özüm haqqında bu qədər. Belə ki, mən bacımdan eşitdim bu barədə. Bacım öncəsində bu kursun tələbəsi idi. Mən də həmin zamanlarda kurs axtarırdım, araşdırırdım. Bacımın tövsiyəsi ilə qoşuldum. İlk öncə bu kursa başlayanda ingilis dili səviyyəm orta səviyyədə idi və yaşadığım ölkənin tələbatı olaraq bu dil tələb olunurdu. Çox təəssüf ki, o zamanlar çox sosiallaşmaq imkanım yox idi, övladlarım körpə idi. Yəni danışmaqda, insanlarla kontakta girməkdə çətinlik çəkirdim və bir də kompleksim var idi ki, başa düşə bilmərəm, onlar bir şey deyən anlaya bilmərəm deyə. Amma çox təşəkkür edirəm. Mən bu kurs sayəsində o komplekslərimdən qurtuldum. Çox sərbəst şəkildə danışa bilirəm yəni. Hal-hazırda dərslərimi tamamlamışam, amma dərslərim barəsində çox gözəl keçdi. Dərs prosesim çox əyləncəli idi. Belə ki, özümü bir stres altında dərsdə deyil də bir dostumla nə isə müzakirə edirmiş kimi hiss eləyirdim. Dərsin metodu çox gözəl, çox xoşuma gəlirdi. İmkanlar yaradılırdı. Əgər bir çətinliyim vardısa, proqramda dəyişiklik etmək şansım var idi ki, bunu da etdim. Genel olaraq təbii ki, gündəlik tapşırıqlar olurdu, mövzular olurdu, onun ətrafında müzakirə edirdik. Amma çalışırdıq onu gündəlik həyatla əlaqələndirib, normal, yəni gündəlik real həyat danışığı ilə irəliləməyə çalışırdıq. Çox məmnun qaldım dərslərimdən, müəllimimdən çox məmnun qaldım və bir üstünlüyü ki, burada o sual var, o suala orada onu geniş məlumat verəcəm. Yerli müəllimlər olduğu üçün çox rahat, sərbəst şəkildə o dili mənimsəmə imkanımız var idi. Çox şey qazandırdı deyə bilərəm. İlk öncə yaşadığım əraziyə görə, ya yaşadığım ölkənin dil tələbatı olduğu üçün mənim üçün çox önəmli idi. Çünki normal bir real həyatda bu dildə mən istifadə etmək məcburiyyətində idim. İlk öncə özgüvən qazandırdı. Komplekslərimdən qurtuldum və təbii ki, digər sahədə təhsil almağımda həvəsim artırdı. Mənim Azərbaycandakən təhsilimi yarımçıq qoyub gəlmişdim və hər zaman o təhsilimi davam etdirmək arzusu, xəyalı vardı içimdə və ona nəhayət ki, ona qovuşdum. İnşallah yeni qısa bir zamanda dərslərimə başlayacağam. Digər kursları mən indiyə kimi Azərbaycanda olarkən bir çox ingilis dili kurslarına getmişəm. Mənim getdiyim zamanla indiki zaman arasında təbii ki, çox güman ki, fərqlər var, təhsildə irəliləyişlər var. Amma təbii ki, burada bir fərq var idi. Belə fərq hiss elədim. Sadəcə olaraq qrammatik qaydalarla başlayıb, gündəlik sırf dərs tapşırıqlarla deyil də, daha çox danışığa üstünlük verirdik. Müəllimim Teacher Taylor'a çox təşəkkür edirəm. Çox razı qaldım və hər gün çalışıb gündəlik həyat tərzimizlə bağlı əlaqələndirib mövzumuzu danışırdıq. Təbii ki, konkret bir mövzumuz var idi, amma sırf o mövzunu kitab dili ilə deyil də, genel olaraq müzakirə etməyə çalışırdıq. Və bir də bir üstünlüyü odur ki, yerli müəllim idi, native müəllim idi. Heç bir Azərbaycan dilindən istifadə olunmurdu. Sadəcə ingilis dilində danışmaq məcburiyyətində və bu da ki, çox böyük müsbət təsir göstərdi. Fiyat performansından dolayı mən bir ildən artıq bu kursdan istifadə elədim. Təxmini 14-15 ay bu kursdan irəlilədim. Qiymət olaraq çox razı qaldım. Əslində çox sərfəlidir. Çünki gündəlik mən həftədə 5 gün dərs alırdım. Onları hesablayanda həm gündəlik dərsin olması, saatın uyğun olması qiymət baxımından çox sərfəli idi. Mən əslində bu dərslərin necə deyim, həm zaman, həm keyfiyyət baxımından çox razı qaldım bu kursdan. Yeni başlamaq istəyənlər, təhsil almaq istəyənlər və qiymət baxımından tərəddüddə qalmaq istəyənlər üçün çox böyük şiddətlə tövsiyə edirəm bu kursa başvurmalarını. Ki tövsiyə də etdim, 2 dostum hal-hazırda dəvət etdim. Hal-hazırda onlar bu kursun tələbəsidirlər. İngilis dili öyrənmək və danışıq bacarıqlarını inkişaf etdirmək istəyənlərə tövsiyəm onu ilk öncə fərq etməz, başlamazdan öncə açıq bir hədəfləri olsun ki, bu kurs onlara o imkanları yaradır. Əgər bir insanın həqiqətən öyrənmək məqsədi varsa, bir gələcəyə bağlı hədəfləri varsa, əzmlə çalışsınlar və bu kurs barəsində verə biləcəyim tövsiyə odur ki, fərq etməz hansı
hansı dil səviyyəsində olursunuzsa olun, maksimum burada sizin dil səviyyənizə uyğun proqram təyin olunur və ona görə də irəliləyişlər olur. Qatılmaqdan çəkinməsinlər, ən azından bir dənəmə etsinlər. Mən özüm bunun keyfiyyətini, effektini gördüm. Mən deyil də ətrafımda olan insanlar da mənim dil inkişaf səviyyəmin açıq-açıq görə bilirlər. Onlar mənə deyirlər ki, öncəsi və sonrası olaraq dil səviyyəsinin inkişafını həqiqətən açıq şəkildə görmək mümkündür. Puanlarsam tam səmimi olaraq deyim, 10 puan verərdim. Niyə? Çünki bu kurs mənim gözləntilərimi tam qarşıladı. Hətta deyərdim üstündə bir nəticə verdi. Müəllimlər çox peşəkardılar. Tələbə ilə maksimum onların dil səviyyəsinə uyğun olaraq danışmağa çalışdılar. Məsələn, bəzən yerli müəllimlər, native müəllimlər olduğu üçün bəzən insanlar çəkinə bilir. Çünki onların aksentini tuta bilmək, sürətli danışmaqları var. Lakin şəxsən öz müəllimim barəsində deyə bilərəm. Maksimum daha yavaş tonda, daha açıqlayıcı bir formada izah etməyə çalışırdı. İstər müəllim olsun, istər bu kursun bütün heyəti, bütün kollektivi çox təşəkkür edirəm hər birinə. Hər hansı bir xırda problemdə belə maksimum müştəri məmnuniyyətini təmin etməyə çalışırdılar. O yüzden puanım 10'dur. Çox təşəkkür edirəm. Müəllimimə də buradan çox təşəkkür edirəm və uğurlar.